təhsildə o mu, bu mu? Türkiyə yoxsa Kipr? Türkiyə. Türkiyədə diplom tanınması və imkanlar daha genişdir. Əslində onun İstanbulda gəzmək istədiyi gizlədir. Neden bunu söyledi şu anda ya? Türkiyədə həm rahat yaşam şəraiti var, həm də iş imkanları çoxdur. Attestatla qəbul yoxsa imtahan? Attestatla. Çünki stressiz və risksiz seçimdir. Vaxt itirmədən, oxumadan, attestatla imtahansız qəbul oluram. Dövlət universiteti yoxsa özəl? Özəl. Dövlət universitetində illik təhsilatı daha münasibdir. Çünki bizim pulumuz çoxdur. Oslara bak. Böyük şəhər yoxsa sakin? Sakin Böyük şəhər. Çünki fokuslanmaq və oxumaq daha rahat. Böyük şəhərdə həm gəzirsən, həm oxuyursan. Oh my god. Qiyabi təhsil yoxsa əyani? Əyani təhsil. Əyani təhsildə mühit, praktika, əlaqələr daha genişdir. Həm işləmək, həm oxumaq mümkündür. Bəs pulun çox idi? Eğer yalan söylüyorsan beni çarp Allah'ım. Ama Allah. Bəs siz olsaydınız hansını seçərdiniz?